Deməli, bugünkü dərsimiz adjektiv, sifət mövzusudur. Sifətin Azərbaycan dilində də olduğu kimi 3 dərəcəsi var, amma dərəcələrin adları Azərbaycan dilindən fərqlənir. Adi, yəni positive degree, adi dərəcə, comparative degree, müqayisə dərəcəsi, and superlative degree, üstünlük dərəcəsi. Deməli, bir kökdən ibarət olan sadə sifətlərə adi dərəcədə olan sifət deyirik. Məsələn, red, qırmızı deməkdir, clever, ağıllı deməkdir. Red və clever hər ikisi adi dərəcədə olan sifətlərdir. Biz adi dərəcədə ya da müqayisə və ya üstünlük dərəcəsində olan sifəti axtaranda cümlə içərisində cümlədə göstəricilərə baxırıq. Hər bir dərəcənin özünə məxsus göstəriciləri var ki, cümlədə onu görəndə ona əsasən həmin dərəcəyə aid sifət seçirik. Məsələn, adi dərəcədə olan sifəti seçmək üçün biz cümlədə as, so as, very, quite, enough, rather, to, so, such kimi göstəriciləri görməliyik ki, adi dərəcədə olan sifət seçə bilək. Daha sonra keçirik müqayisə dərəcəsində olan sifətlərə. İlk öncə bunun göstəricilərindən başlayacağım. Müqayisə dərəcəsini seçmək üçün biz cümlədə than, a little, a bit, no və not sözlərindən birini görməliyik ki, ən çox da cümlələrdə than və ya no-nu, notu görürük. Deməli, müqayisə dərəcəsində olan sifətlərin iki cür yaradılma üsulu var. Əgər sifət bir və ya iki hecadan ibarətdirsə, sifətin özünə er şəkilçisi artırırıq. Məsələn, smart, ağıllı deməkdir. Sözün kökü smartdır. Cümlədə than, a little, a bit, no, not sözlərindən birini görürük. Ona görə də smart, adi dərəcədə olan sifətə er şəkilçisi artırırıq ki, müqayisə dərəcəsində olan sifət əldə edək. Əgər sifətimiz iki hecadan çoxdursa, qarşısına more ifadəsini artırırıq. Məsələn, important sözündə saitləri sayırıq. 1 i, bir dənə o, bir dənə a. Deməli, 3 dənə saitimiz var. Yəni 2-dən çox hecası var. 3 sait varsa, 3 də heca var deməkdir. Ona görə də 2-dən yuxarı hecaya malikdir. Qarşısına more artırırıq. Göstəricilərdəki than, a little, a bit, no, not oldu. Daha sonra, əgər cümlədə of all, I think, ever, among və ya söz önlər görsək, söz önlər nə deməkdir? In, on, under, from, with. Əgər bu söz önlər məkan anlayışı bilirsə, məsələn, at school, at home və s. Məkan anlayışı bilirsə və of all, I think, ever, among sözlərindən hər bir ifadə cümlədə varsa, bu zaman üstünlük dərəcəsi, yəni superlative degree-də olan bir sifət seçməliyik. Deməli, burada da müqayisə dərəcəsində olduğu kimi iki hissəyə ayrılır. 1-2 hecadan ibarət olsa, sifətimizin qarşısına mütləq z artiklı artırırıq, sifətin özündəki s şəkilsi artırırıq. Məsələn, nice, nice sözü adi dərəcədə olan sifətdir. Amma cümlədə bu sözlərdən birini gördüksə, artıq onun üstünlük dərəcəsini çevirməliyik. Üstünlük dərəcəsini çevirdikdə isə axırına bu gördüyünüz s şəkilçisini əlavə edirik. Burada da kəsrlə nice sözünün yazılışı belədir. Sadəcə s yerindən artırılanda e-nin biri düşür. Çünki 2 e yanaşı gəlməyinə ehtiyac yoxdur. Qarşısına da mütləq z artiklı artırırıq, d nice olur. 2-dən çox hecası olsa bir sözün, qarşısına z, daha sonra most söz ifadəsi, daha sonradakı sifət artırırıq. Məsələn, beautiful sözündə e, a, i, u. Bir dənə də o. 1, 2, 3, 4, 5. 5 hecadır. 3-dən, yəni daha doğrusu 2-dən çoxdur hecası. Ona görə də qarşısına z artiklı və most ifadəsi artırırıq ki, üstünlük dərəcəsində olan bir sifət əldə edə bilək. Daha sonra 1-2 sözlərimiz var. Məsələn, burada gördüyünüz kimi old əslində qədim, köhnə deməkdir və adi dərəcədə olan sifətdir. Daha sonra baxırıq ki, bir saitdən ibarətdir, yəni bir hecalıdır, bir hecalıdır deyə biz demişdik ki, 1-2 hecadan ibarətdirsə, müqayisə dərəcəsində r artırırıq, üstünlük dərəcəsində qarşısında z artiklı, sözün də sonuna s artırırıq. Burada biz müqayisə dərəcəsində verəndə axırına r artırırıq. İndi baxırıq ki, elder sözündə bu sözün kökü elə bu elder sözdür. Axırındakı r müqayisə dərəcəsi deyə bilmərik. Sözün kökü elə elderdir. Ona görə də elder sözü müqayisə dərəcəsində yox, elə adi dərəcədə olan sifətdir. Biz bayaq qeyd elədik ki, sifətlər müqayisə və üstünlük dərəcəsində dəyişirlər, kökündən dəyişirlər, öz formalarına r və ya s artırmaqla müqayisə və üstünlük dərəcəsində olan sifətlər əldə edirik. Amma ki,
Elə sifətlərimiz var ki, bu sifətlərə er və ya s şəkilçisi qəbul etmədən kökündən dəyişərək müqayisə və üstünlük dərəcəsində olurlar. Məsələn, good müqayisə dərəcəsində better olur. Good yaxşı deməkdir. Better olur müqayisə dərəcəsində, üstünlük dərəcəsində də ki, the best. Bad pis deməkdir. Müqayisə dərəcəsində rose olur. Üstünlük dərəcəsində the roast. A little müqayisə dərəcəsində less, üstünlük dərəcəsində the least. Many və ya much hər ikisi də eynidir. Müqayisə dərəcəsində more, üstünlük dərəcəsində də ki, the most olur. Bunlar bu dördü kökündən dəyişən sifətlərdir, dərəcə üzrə dəyişəndə və bunları bilməliyik ki, testdə görəndə ayırd edə bilək digərlərindən. Gooder ya da ki, goodest yazmayaq deyə. Gəlin bir iki nümunəyə baxaq. Məsələn, my brother is as boşluq as me. Mənim qardaşım, mənim as kimi deməkdir. As adi dərəcənin göstəricisi idi. Adi dərəcənin göstəricisi deyə biz burada variantlara baxırıq. A variantı good, B variantı better, C variantı the best. As adi dərəcənin göstəricisidirsə, ona uyğun olaraq better müqayisə dərəcəsindədir, the best üstünlük dərəcəsindədir. Ona görə doğru variantımız A variantı. Daha sonra ikinciyə baxırıq. My daughter is boşluq than you. Mənim qızım səndən ya da ki sizdən. Dən var. Dən müqayisə dərəcəsinin göstəricisidir. Müqayisə dərəcəsinin göstəricisi isə müqayisə dərəcəsində sifət yaradanda bunlar kökündən dəyişən sifətlərimizdir. Müqayisə dərəcəsində ümumiyyətlə isə ya er artırıq ya da ki mor artırıq. Bu da ki hecasının asıdır. Görək ki A variantında high'dır. High adi dərəcədə heç bir şəkilçisi yoxdur. C variantında the highest. S var axırında və qabağında Z artiklı var. Üstünlük dərəcəsidir. Higher isə high sözün köküdür. Er şəkilçisidir. Yəni müqayisə dərəcəsində olan düzgün ifadəmizdir. Ona görə doğru variant B variantı.